Aziz dostlar, bak gördüğünüz bu papıcalı gülü sanatoriyanın həyətində qala yolunun gireceğinden sol tarafta meşenin içinde Allah bu möcüzəni yaradır. Fikir verin. Allah bize bak bu möcüzəni böyle yaradır. Meşenin içinde, meşenin kalınlığında bu möcüzəli güller, biz papıcalı deyirik, indi ayrı yerdə nə deyirlər bilmirəm. Bakın, sanatoriyanın meşesinin içinde, qala yolunun üst tərəfində, sanatoriyanın həyətində Bəhrəm həkimin oturduğu binanın böyründə Allah'ın bütün rəhlerde yarattığı bu güllere fikir verin. Meşeye elə bil bunu təkiflər. Bunu elə bil meşeye əkiflər. Görün bizim təbiətimizin ne kadar güzellikleri var o günlerde. Papıcalı dediğimiz bak bu çiçeğin çoktan bile aktarıyordum. Hiçbir meşede de rast gelmemiştim. Rehlerine bakın. Her rengi var. Bütün rehler var. Sarı, kırmızı, yaşıl, çöhraya Allah'ın getirdiği bu mucizelere bakın. Görün Allah bizi hansı təbiətdə yaradır. Meşə başdan ayağa elə bir gəmə döşənir. Fikir verin. Şükür sənə ey böyük Allah, ey rəhmil Allah. Şükür sənə ya Allah. Bu möcüzələri bize yaşadırsan ya Allah. Şükür sənə ya Allah. Çok şükür. Adam topakta götürdü. Ya Allah, özün bize burada yaşamalı kısmet elə.